Şuşaya gedirik. Şuşada Harı Bülbül Musiki Festivalı geçirilecek. Dediğim kimi bu yıl may ayında Harı Bülbül Musiki Festivalı uzun fasileden sonra geçirilecektir. Yol üstü Azerbaycan'ın dilber güşelerinden biri olan Xocavənd rayonuna geldik. Ve burada təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki Cıdır düzündə çay içmişik. İndi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Özünü de çek. Mehriban. Operator həmişə olduğu kimi Mehriban hanımdır ama özünü Kadir'in arkası. özünü çəkmək istəmir nədənsə.